Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Gözlənildiyi kimi Gürcüstan prezidenti Mikhail Kavelaşvili bu vəzifədə ilk səfərini Azərbaycana etdi. Səfər gözlənildiyi kimi mühüm mesajlarla yadda qaldı. İstər dövlət başçısının, istərsə də Gürcüstan prezidentinin açıqlamaları münasibətlərin Cənubi Qafqazda necə strateji rol oynadığını göstərdi. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. İndi də belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır. Siyasi əlaqələr inkişaf edir, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Regionda siyasi sabitliyin əsas faktoru mega layihələrdir ki, Azərbaycanla Gürcüstan bu sahədə uğurla əməkdaşlıq edir. Dövlət başçısının da dediyi kimi. Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat kommunikasiya layihələri sözün əsl mənasında böyük əhəmiyyət daşıyan layihələrdir. Dayanıqlı münasibətlər həm də vəfalılıqdan irəli gəlir. Verilən mesajlar da onu göstərir ki, biz regionda Gürcüstanı dayanıqlı, vəfalı dost kimi qəbul edir. Bundan sonra da bu kursu əsas götürəcəyik. Mikhail Kavelaşvilinin fikirlərinə diqqət edək. Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyevə buna görə bir daha təşəkkür etmək istərdim. Əminəm ki, belə dəstək bundan sonra da davam edəcək. Mesajlar açıq, siyasi xətt aydın, dostluq əbədidir. Açıqlamalar bunu deməyə əsas verir. Bir mesaj var. Azərbaycan, Gürcüstan strateji tərəfdaşlığın möhkəmləndirmək və inkişaf etmək. Budur, ona görə ki, həm Gürcüstanın, həm Azərbaycanın təhlükəsizliyi, geopolitik rolu Azərbaycan-Gürcüstan tərəfdaşlıqla asılıdır və bağlıdır. Bunu düşünürəm ki, Gürcüstanda da, Azərbaycanda da çox gözəl anlayırlar. Verilən mesajların içərisində cənab prezident tərəfindən orta dəhlizin əsas segmentinin Azərbaycanla Gürcüstan olduğunun vurğulanması da qənaətim görə Gürcüstanın bütövlükdə regionda oynadığı rola verilən xüsusi qiymət və dəyər kimi qiymətləndirməlidir. Bu aspektdən təbii görüş önəm daşıyır, əhəmiyyət daşıyır. İki ölkə arasındakı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini, bugünə qədər həyata keçirilən layihələrin daha da genişləndiriləcəyini ortaya qoyur. Yəni bu təkcə Azərbaycanla ənənəvi enerji layihələrini nəzərdə tutmur. Eyni zamanda yaşıl dəhlizin də gerçəkləşməsi prosesində Azərbaycanla Gürcüstanın rolü aparıcı mövqedə, aparıcı yerdə dayanır. Bu mesajlar düşünürəm ki, regiondakı bütün ölkələrə Azərbaycan və Gürcüstanın birliyi, strateji dostluğu, münasibətləri baxımından verilən əhəmiyyətli bir mesaj kimi qiymətləndirməlidir. Həftə Ermənistanın baş naziri Nikol Paşinyanın fərqli günlərdə parlament iclasında və mətbuat qarşısında çıxışlarıyla da yadda qaldı. Xüsusən sülh müqaviləsi, şərtlər və digər açıqlamalar Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənilirdi. Xüsusən də Azərbaycanın sülh müqaviləsinin bağlanılması ilə bağlı iki şərtindən biri ATƏT-in Minsk qrupu ilə bağlı təklifi diqqət çəkdi.
Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan Respublikası üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa ki, biz bunu edirik, onda bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var? Biz Azərbaycana ATƏT-də sülh sazişini və Minsk qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı eyni vaxtda imzalamağı təklif edirik. Görünən odur ki, Paşinyan işini sağlama almaq istəyir. Rəsmi Bakının mövqeyi necə olacaq? Paşinyanın səsləndirdiyi fikir heç bir hüquqi əsası və argumenti olmayan bir fikirdir. Yəni nə üçün bir gün qabaq, 5 gün qabaq, 1 ay öncə, 2 ay, 3 ay öncə yox, məhz həmin gün imzalanmalıdır. Bunu hansı formada əsaslandırır Ermənistan? Əgər Azərbaycana etimad göstərmirsə, yəni o zaman Ermənistanla sülh müqaviləsinin imzalanmasının deməli anlamı var ki, əgər Ermənistan, Azərbaycan da qarşılıqlı olaraq Ermənistanın ümumiyyətlə sülh müqaviləsinin şərtlərini yerinə yetirib yetirməyəcəyini etimad göstərməyə bilər. Necə ki, Ermənistan faktiki olaraq 10 noyabr 2020-ci il bəyanatının əsas müddalarını yerinə yetirməyib. Yəni söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Bu aspektdən də bu yanaşmada yenə də erməni təfəkkürü, yəni öz yerini almaqdadır. Əslində mümkündür. Yəni burada bir problem yoxdur. Sadəcə olaraq axı sülh müqaviləsi imzalanandan sonra o saat qüvvəyə minmir. O gərək ratifikasiya prosedurlardan keçməlidir və eyni zamanda o məktub ki imzalanır, tutalım, Azərbaycan və Ermənistan tərəfindən ATƏT-ə yönəlir. ATƏT o saat o qərarı qəbul etmir. Orada da gərək ATƏT çərçivəsində Xaricilər Nazirlərin sammiti keçirilir hər il. İndi axırıncı sammit dekabr ayında Maltada olmuşdu. Növbəti sammitdə düşünürəm ki, noyabr-dekabr ayında Helsinkində olacaq. Ona görə ki, indi ATƏT-də sədrliyi Finlandiyadadır. Ona görə o məktubun imzalanmağı ilə o saat qərar qəbul olunmur və fərz edirəm ki, bu məsələləri sinxron şəkildə həyata keçirmək mümkündür. İndi isə rəsmi Bakının sülh müqaviləsinin bağlanması ilə bağlı ikinci şərtindən danışaq. Daha doğrusu Nikol Paşinyan jurnalistlərə açıqlamasında buna eyham vurur. Dolayısıyla sanki razılaşmış kimi görünür. Ermənistan baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannnaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun tam əksidir. Ermənistanın hazırki konstitusiyasının preambulasında bildirilir ki, onun əsasında 23 avqust 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsi durur. Orada həmçinin qeyd edilir ki, Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq tanınmasını dəstəkləyir. Mənim fikrimcə, yeni konstitusiyanın mətnində müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. Lehinə və ya əleyhinə argumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu, mənim siyasi mövqeyimdir. Ermənistanın müstəqillik bəyannaməsində təkcə Azərbaycana yox, Türkiyəyə qarşı da ərazi iddiası var. Paşinyan bunu etiraf edir. Yeni konstitusiyanı müzakirəyə çıxaranda orada heç də belə olmamalıdır ki, deklarasiyaya istinad edək yoxsa etməyək. Sadəcə olaraq o deklarasiya bu sənəddə öz əksini tapmayacaq və bu da mümkündür. Yəni əvvəllər bunlar konstitusiya qəbul edəndə ayrı bir istinad yeri yox idi o deklarasiyadan başqa, ona görə onu ilə başlayırdılar. İndi isə 30 ildən çoxdur Ermənistan formal da olsa müstəqildir və bunlar qarşında qoyublar Avropa inteqrasiyası. Ona görə fərz edirəm ki, bunların indi yeni konstitusiyasında preambula olacaq ki, Ermənistan Avropa seçimi edir, Avropa inteqrasiya məqsədi qoyur və bu əslində o konstitusiyaya səs toplamaq üçün zəruri bir amil ola bilər. Ona görə düşünürəm ki, belə bir variant mümkündür. Sadəcə olaraq ortalığa vaxt məsələsi gəlir. Haçan bu həyata keçiriləcək? Ona görə ki, konstitusiyanı bunlar ilin axırına kimi dərc etmək istəyirlər, yeni konstitusiyanı. Və onun səs verməsi də böyük ehtimalla 26-cı ilə qalacaq.
təbii istinadın aradan qaldırılması əslində bu Azərbaycana münasibətdə nümayiş etdirilən bir jest kimi qəbul olunmalı deyil. Ermənistan beynəlxalq müstəvidə götürdüyü ehtəliklərə uyğun olaraq davranmalıdır. Yəni, indiki halda Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsinə istinad qaldığı halda Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə ziddi tamamilə və belə bir dövlətin, yəni açıq-aşkar başqa bir ölkənin ərazisini özünə birləşdirməyə nəzərdə tutan, bunu konstitusiyon səviyyədə dəstəkləyən bir ölkənin Birləşmiş Millətlər Təşkilatına üzv olması prinsipi etibarilə nonsensdir. Yəni, bu Ermənistanın üzvlüyünün son verilməsi ilə faktiki olaraq nəticələnməlidir. Açıq şəkildə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində üzv ölkələrin hər cür təhdiddən, yəni ərazi təcavüz təhdidindən və s. çəkindirilməsi barədə xüsusi müddəa var və Ermənistan bununla Azərbaycan ərazilərini işğal edəcəyi təhdidini qoruyub saxlayır. Baxımdan da bu təkcə Azərbaycana münasibətdə sərgilənən mövqe deyil, Ermənistan konstitusiyasının beynəlxalq hüququn norma və prinsiplərə uyğunlaşdırılmasıdır. İndi nəticəyə gələk. Hər iki mövzu ilə bağlı açıqlamada nə hiss etdiniz? Nisbətən yumşalma. Paşinyan itham mövqeyindən Azərbaycanın qoyduğu şərtləri haqlı çıxaran mövqeyə doğru sürətlə əyilib. Sözün yaxşı mənasında. Yaxşı, nə dəyişdi? Dünənə qədər Birləşmiş Ştatların, daha doğrusu Biden-Blinken cütlüyünün iki dodağından çıxan kəlməyə baxan şəxs necə olur ki, yumşaq mövqe sərgiləməyə başlayır? Biz bu yumşalmanı təkcə Azərbaycana qarşı yox, bir neçə ildir üz döndərdiyi Rusiya ilə münasibətdə də görə bilirik. Trumpın hakimiyyətə gəlməsi yoxsa? Prosesin içərisində Avropa İttifaqının bütövlükdə qlobal proseslərdəki rolunun zəifləməsi ilə bağlı məsələni də xüsusi olaraq vurğulamaq olar. Ermənistan indiki şəraitdə alternativləri xüsusi olaraq azdır. Yəni, nəticə etibarilə kimə söykənəcək, kimə istinad edəcək. Konfigurasiya kifayət qədər zəifləyib. Fransa indiki şəraitdə özü artıq Mərkəzi Asiyanın resurslarına çıxış əldə etmək üçün Avropa İttifaqının da iştirakı ilə addımlar atmağa cəhd göstərir. Prosesin öz yekun əlini tapacağı şəkildə bütün bu nəticə yenə də orta dəhliz vasitəsilə həyata keçiriləcək bir nəticə olmalı. Belə olduğu təqdirdə Azərbaycanın önəmi xüsusi olaraq yenə də artır və həmçinin bu da Avropa İttifaqının təkcə enerji sektorunda deyil, digər istiqamətlərdə də nəqliyyat dəhlizləri istiqamətində də əməkdaşlığı üçün zəmin yaradır Azərbaycanla və bu həm də Ermənistanın Fransa tərəfindən ötürülən o qondarma sülh kəsişməsi layihəsinin də tarixin arxivinə göndərilməsi demək. Biden administrasiyasına sonra indi demokratik çoxluğa ümidləri Paşinyanın çox böyük idi. Ona ki, baxmayaraq ki, bu Rusiyanın formal da olsa müttəfiqi idi. Rusiya bazaları olaraq demokratik administrasiya buna qucaq açmışdı, az qala hər cür buna dəstək vermək istəyirdi. Ancaq gəldi, gördü ki, respublikaçılar bunları elə də yaxın baxası deyirlər. Və belə olan halda təbii çalışdı Rusiya ilə mümkün qədər o münasibətləri qoruyub saxlamaq. Ona görə ki, bugün də yenə də onun təhlükəsizliyi Rusiya bağlıdır və eyni zamanda iqtisadiyyətin demək olar ki, 70%-i Rusiya bağlıdır. Və təbii olaraq bunları görən Fransa şuur altını göz önünə sərərək niyyətini bəlli etməyə çalışdı. Yumşalma sərf eləmir axı. Nə etməlidir? İki ölkə arasında münasibətlərin gərgin olduğunu təlqin etməlidir. Fransa Xarici İşlər Nazirinin başçısı jurnalistlərə açıqlamasında Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə gərginlik olduğunu iddia edərək bunun narahatlıq doğurduğunu bildirmişdi. Rəsmi Bakının cavabı isə sərt oldu. Rəsmi Parisin Ermənistanı öldürücü silahlarla təhciz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Noël Baronun regional gərginliyi ilə bağlı narahatlığı ilə ziddiyyət yaradır. Ayxan Hacızadənin məhz sülh müqaviləsinin yekunlaşdığı dövrdə ifadəsinə vurğu etməsi məsələni gün işığına çıxarır. Baro geçsin işləri ilə məşğul olsun. Onun əslində deməyin, deməməyinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. İndi başı ağrıyırsa, geçsin ona dərman axtarsın. Onun burada nə işi var?
Kimdir onunla burada məsləhətləşən, onun sözünə əhmiyyət verən? Ona görə indi İsrailin baş nazirin prezidenti ona demişdi ki, cəhənnəm ol ginən ged öz neokolonial demək olar ki, ərazilərlə məşğul ol ginən. Buna görə küsmüşdülər. İndi biz kobud cavab verməyəcəyik, ancaq düşünmürəm ki, onun da ümumiyyətlə sözlərinə cavab verməyə ehtiyac olsun. İki faktor var. Burada nəyin bahasında olursa olsun, Fransa Azərbaycan tərəfini təcavüzkar tərəf kimi göstərməyə cəhd göstərir. Prosesin içərisində yer alan amillərdən biri də Ermənistana Avropa Sülh Fondu vasitəsilə edilən yardımlarla bağlıdır. Məlum olduğu kimi, yəni artıq bununla bağlı ciddi məlumatlar var ki, daha 20 milyon vəsaitin ayrılmasına Macaristan veto qoyub və Macar rəhbərliyini Fransa başda olmaqla digərləri Ermənistana hərbi yardımın davam etdirilməsinə inandıra bilmirlər. Bu aspektdən həm də xüsusi olaraq bunun məqsədi yönlü şəkildə vurgulanması, eyni zamanda Qondarma Avropa İttifaqının Qondarma Müşahidə Missiyasında fəaliyyətin orada davam etdirilməsi üçün hansısa bəhanələr formalaşdırılmasına cəhd göstərir. Yəni Fransanın məqsədi bu və digər şəkildə bölgədə mövcudluğunu qoruyub saxlamaqdan ibarətdir. Amma sülh mətnində olan əsas faktoru, yəni bölgədə üçüncü dövlətlərin iştirakına son qoyulması əslində Fransanın da və digərlərinin də hüquqi müstəvidə qarşısını alan amildir. İndiki şəraitdə Xarici İşlər Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin açıqlaması da çox güman ki, elə bu məqsədə xidmət edir. İndi isə dünyanın nəbzini tutmağa çalışaq. Məlumdur ki, Birləşmiş Ştatlarda Trampın hakimiyyətə gəlməsi ilə Qərb bloku çat verdi. Buna Trampın xüsusən də Ukrayna məsələsində Avropaya yanaşması, köhnə qitəni sıfırdan silahlanmağa, Birləşmiş Ştatlara məcburiyyəti aradan qaldırmağa sövq etdi. Tramp israrla Avropa ölkələrini, hərbi büdcələrini artırmağa səsləyir. Artıq biz ayrı-ayrı Avropa Birliyi ölkələrinin hərbi büdcələrinə yenidə baxdığını görə bilirik. Xüsusən də Almaniya hərbi büdcəni birdən-birə 500 milyard avroya qaldırdı. Bu, 2-ci Dünya müharibəsindən sonra ən yüksək rəqəm sayılır. Almaniyanın köklü şəkildə orduya diqqət ayırması yeni hərbi güc mərkəzinin formalaşmasına gətirib çıxara bilərmi? Bəli, çıxarmalıdır. Ona görə ki, Avropa öz təhlükəsizliyin özü təmin etmək istədiyi o halda təbii Almaniyasız bunu həyata keçirmək qeyri-mümkündür. Onu da demək istəyirəm ki, indi 2-ci Dünya müharibəsindən sonra 80 il keçib və hansı bir ayrı fərqli tutalım yanaşma Almaniya üçün, Yaponiya üçün düşünürəm ki, tarixdə qalmalıdır. Yaponiya da qarşısında məqsəd qoyur ki, əvvəllər axı heç ordu saxlamaq imkanı yox idi. İndi normal ordu olur ki, ABŞ o cümlədən Sakit Okean hövzəsində də bütün təhlükəsizlik problemləri öz boyuna çəkmək niyyətində deyirlər. Özlərin hər bir ölkə özü ya öz yaxın müttəfiqləri ilə, qonşuları ilə həm sabitliyi, həm təhlükəsizliyi təmin etmək üçün bağlı maliyyə yükünü də çəkməlidir, lazım gələndə ordusunu möhkəmləndirməlidir. Ona görə ki, gözləmək ki, ABŞ gələcək, bütün məsələləri həll edəcək. Təbii ki, Almaniya bu günə qədər yürütdüyü siyasətdə maksimum bundan çəkinməyə cəhd göstərirdi. Çünki tarixdə baş verən proseslər, hadisələr Almaniyanın daha balanslı bu istiqamətdə siyasət yürütməyə sövq edirdi. Amma vəsait də bəlli olduğu kimi kifayət qədər yüksəkdir hərbi xərclərlə bağlı. Bu xərclər hətta Birləşmiş Ştatların müdafiə xərclərindən də yüksəkdir. Bu aspektdən də bunun özünü həm də mesaj kimi qəbul etmək olar. Və digər Avropa ölkələrinin də öz deməli hərbi büdcələrinin artırılması təbii ki, onların ola bilsin ki, təxminən 10 ildən sonra müdafiə qabiliyyətinin artırılmasına zəmin yaratsın. Çünki vəsaitinin artırılması deməli önəmli faktor olsa da, amma bu vəsaitin yönəldiləcəyi istiqamətlər də vacib amillərdən biridir. Hal-hazırda Avropa İttifaqının silah müdafiə sənayesi, yəni Avropa İttifaqını hərbi texnika və silah sursatla təmin etmək potensialında deyil. Bu missiyanı əsasən Birləşmiş Ştatların silah zavodları həyata keçirirdi. Yəni bu aspektdən də yenidən iqtisadiyyatın bir hissəsini hərbi müstəviyə gətirmək üçün, hərbi reysə salmaq üçün zamana ehtiyac qalacaq. Ola bilsin ki, bəlkə də 10 il yox, 5 il və müəyyən qədər 6 il zaman aparsın.
Bu həftəlik bu qədər. Gələn həftə yenidən görüşənə qədər hələlik. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.